Salam uşaqlar, necəsiz? Deməli, mən dünən ev tapşırığı vermişdim sizə. 8-ci sinif din kitabından. Düzbucaqlı, üçbucaqlı metrik münasibətlər, üçbucağın təmbillərinin və medianlarının hissəsi. Aha, burada A variantını Murad yanımdadır. Birlikdə işləyirik. İzahı da həm Murad dinləyir, həm də YouTube-da kayd edirik ki, göndərəcəm sizə kanala. Oradan baxın, ev tapşırıqlarını yazanda. Anı mən izah edirəm, beynən seni bunlara baxıb özünüz yazacaqsınız. Xahiş edirəm, diqqətlə dinləyin. Murad, işləyirsən. Deməli, birinci sual. Çalışın ki, izahlara baxın, sonra beynən seni özünüz tətbiq etmək daha yaxşı olacaq. Deyir, katetləri A9, B12 olan düzbucaqlı üçbucağın A katetinin hipotonu üzərindəki proyeksiyasını tapın. Eşidin uşaqlar. Bir dənə qaydanı yadımıza salaq. Proyeksiya nə idi? Əgər mən buradan bura bir hündürlük çəksəydim, katetlərə A və B desəydim, bu bizim hündürlük olur. Deməli, bu isə olur bizdə hipotenuz, düzdürmü? A-nın hipotenuz üzərindəki proyeksiyası və buradır. Biz buranı deyirik M. B-nin hipotenuz üzərindəki proyeksiyası isə N. Bax, burada deyirik N. Düzdür. İndi deyir katet 9-dur. A bərabərdir, yazıram. A bərabərdir 9. B bərabərdir 12. Pifagor teoreminə görə seyini tapa bilərikmi? Pifagor teoreminə görə. Pifagor necə idi? Pifagor necə idi oğlum? A kvadrat üstə gəl. B kvadratı bərabərdir C kvadratı. A neçədir? A9 Kvadratı. 81 Aha, üzərinə. B neçədir? 12 Kvadratı 144. Toplayanda 225. C kvadratı 225-dirsə C-yə nə qalır? 15. İndi deməli C 15-dir. Bizdən nə soruşur? A katetinin hipotenuz üzərindəki proyeksiyası. Uşaqlar, düsturları yazın. 3 dənə düsturumuz var. H kvadratı bərabərdir M vur N. A kvadratı bərabərdir M vur C. B kvadratı bərabərdir N vur C. Bu 3 düsturu qeyd edeyim. İndi A katetinin hipotenuz üzərindəki proyeksiyası, yəni M istəyir. Deməli, biz bu düsturdan istifadə edəcəyik. A kvadratı bərabərdir M vurulsun C. Gətirib yerinə qoyaq. A-nın kvadratı 81 bərabərdir. M vurulsun C. C-ni də neçə tapdıq? 15. Buradan M-i tapmaq üçün nə edəcəyik? 81-i bölürük 15-ə. 3-ə ixtisar aparsaq, burada qalır 5, burada qalır 27. 27-ni də bölürük 5-ə. Cavab olur 5,4. Yəni birinci sualdır. Düzgün cavabımız C variantı. Aydın oldu. Sonra bax ikinci suala. Bunu başa düşdük tam. İkinci suala baxırıq. ABC üçbucağında AB və AB BC-yə bərabərdir. Okey, çəkək indi buradan kənardan. A, B, C. ABC üçbucağında AB bərabərdir BC-yə və BD tənböləni çəkək bir dənə buradan tənbölən. Tənbölən nə iş görürdü? Yadımızda. Tənbölən nəyə yarı bölür? Bir də AY medianı. Bu isə mediandır. Bunu buradan tanır. Deməli, uşaqlar, yadımıza salırıq ki, tənbölən bucağı yarı bölür. Yəni, bu bucaq alfadırsa, bu bucaq da alfadır. Düzdürmü? Median isə AY medianı tərəfi yarı bölür. Yəni, bu tərəf bu tərəfə bərabərdir. Məsəl üçün, mən bura x desəm, burada x deyə bilərəm. Onda BC tərəfinə neçə x düşdü, Murad? Onda AB də 2x-dir. Çünki şərt özü deyir ki, AB BC-yə bərabərdir. Bizə deyir ki, əgər AY 24 olarsa, A onu tapın. İndi diqqətlə məni dinləyin. Biz bilirik ki, bərabər yanlı üçbucaqda təpədən çəkilən tənbölən həm hündürlükdür, həm mediandır, həm tənbölən, həm median, həm hündürlükdür. Düzdür? Deməli, bu deyir ki, BD tənböləndir. Amma artıq mən bilirəm ki, bu bərabər yanlı üçbucaq olduğu üçün həm tənböləndir, həm mediandır, həm hündürlükdür. Düzdür? Deməli, hər ikisinə median şəklində baxsaq, medianlar kəsişir və kəsişmə nöqtəsində hansı nisbətdə bölünürdü? 2-nin 1-ə nisbətində bölünür. Yəni, 2-nin 1-ə nisbəti nə deməkdir? Bura K-dırsa, bura yazıram
4'te 2K. 2K. Onda AY'ye neçə K düşür? 3K. Yazıram. 3K bərabərdir 24. K neçə olur? 24 Aha. 8. Bizdən A10 istəyir. A o hissəyə nə yazmışam Murad? A10'un üstə nə yazdıq? 2K. 2K. 2K'da neçə olur cavabımız? 8. K 8'dir. Aha. 4. 2 vur K Murad. 2K 10. 16. 2 vur 8 bərabərdir 10. 16. Deməli, ikinci sualımızın düzgün cavabı oldu. A variantı. Aydın oldu. Sonra videoya baxıb yenidən bir də təkrar qulaq asarsan. Yaxşı. Üçüncü testə keçirik. Deyir ki, burada şəkil verilib, ona görə ekranı böyüdüm. Aha, düzbucaqlı üçbucaqda düz bucağın tən böləni. Düz bucaq neçə dərəcə olur? Düz bucağı yüksək. Düz bucaq Ayrı düz bucağı 90. 90 dərəcə. 90 tən bölən də bucağı yarı bölürsə hərəsinə neçə düşür? 45. Əla. Deməli, bu da 45'dir, bu da 45. Davam edək. Hipotenuzu 12 və 5 olan uzunluqda iki parçaya ayırır. Bu üç bucağın katetlərini tapın. Düz bucağın tən böləni deyir. Yenə, əgər bura 12-dirsə, bura 5-dirsə, biz də bilirik ki, tən bölənin xassəsinə görə həmin bu hissələr, yəni bu 12-dirsə, mütənasib hissələrə bölünür. Onda bura yazırıq 12K. Bura nə yazırıq? 5. 5K. İndi düzbucaqlı üçbucaq qaydamız var, Pifagor. Pifagoru tətbiq eləyək. Necə olacaq onda? Deməli, bura 12K daha kiçik olandı da. Bura 5K'dır, bura 12K. Düzdür? Hipotenuz neçədir? 180. Hipotenuzun uzunluğu neçədir? Şəklə bax. Hipotenuzun uzunluğu neçədir? 17. 17. Qələm getdi bir dəqiqə. Aha. Hipotenuzun uzunluğu oldu 17. Pifagora tətbiq verək. Deməli 5K'nın kvadratı nə verir? 25K kvadratı üstə 12K 144. 144K kvadratı bərabərdir 17'nin kvadratı 289. 25 və 144'ü toplasaq neçə eləyir? 100 100. biraz cəld. 169. Aha, 169 K kvadrat bərabərdir 289. K kvadratı tapmaq üçün nə edirik? 289'u bölürük 169'a. K'nı tapmaq üçün Murat bundan kök alırıq. 289 169 düzdür? 289 nəyin kvadratı oldu? 17. Aha, bu oldu 17. 169 da 13'ür. Düzdürmü? Bizdən nəyə soruşur? Katetlər. Katetlərə nə yazmışıq? Katetlərin üstünü oxu gör nə yazmışıq. Katetə bir nə yazmışıq? 5K. Bunu vururuq 5'ə. Yəni 13'də 17'ni bir dəfə vururuq 5'ə. O bir katetə nə yazmış? 12. Bir dəfə də 13'də 17'ni vururuq 12'yə. 17 vur 5. Bizə verir 85. Düzdürmü? 13'də 85. Daha sonra 17 vur 12 də bizə verir 204. Bu da 13. 13'də 204, 13'də 85. Düzgün cavabımız D variantı. Pifagor tətbiq elədik. Və tənbölənin xassəsi mütənasib hissələrə bölünür. Gəldik dördüncü sualımıza. Katetlər 3-4 olan düzbucaqlı üçbucağın kiçik hündürlüyünü tapın. Uşaqlar, diqqətlə məni dinləyin görək. Katet 3-4-dürsə, Pifagora yenə bir əziyyət verək. Tez bizə kömək eləsin görək. Hipotenuz neçədir? Hipotenuzu necə tapırıq? Tez ol. 3 kvadrat. Aha. A kvadrat üstə gəl. B kvadratı bərabərdir C kvadrat. Əla. 9 üstə gəl 16 bizə nə verir? 25. 25'dən kökü nə çıxır? 5. 5. Deməli C oldu 5. Bunun əslində şifahi bilməlisən. 3, 4, 5. Deməli, indi bizdən soruşur ki, düzbucaqlı üçbucağın kiçik hündürlüyünü tapın. Uşaqlar, bizim üçbucaqda belə bir qaydamız var. Əslində bu düzbucaqlı üçbucaqda 3 dənə hündürlük var. Bax, hündürlüyün biri budur. Katetin özü. H1 3'dür. H2 digər hündürlükdür. 4'dür. Ən kiçik isə hipotenuza çəkilən hündürlükdür. Nəyə görə? Biz bilirik ki, üçbucaqda böyük tərəfə çəkilən hündürlük daha kiçik olur. Başa düşdün? Deməli, bizdən hipotenuza çəkilən hündürlük istəyir. İndi gəl baxaq. Buradan bura bir hipotenuz hündürlük çəkdim. Düzdürmü? İndi hansı düstur tətbiq eləyək? Bax, 3, 4. Buranı tapmaq üçün bizim hazır qaydamız var. Hündürlük düsturunda uşaqlar belə qaydamız var. H bərabərdir. Əgər bu A-dırsa, bu B-dirsə, bu isə C-dirsə,
Hipotenuza çəkilən hündürlüyü tapmaq üçün hazır qayda. A vurub B bölünsün C. İndi gəl hesablayaq. A'mız neçə oldu? Düsturu yazın, qeyd edin. Bu yalnız hipotenuza çəkilən hündürlüyü tapmaq üçündür. Aha. A neçədir? Katet. A 3, B neçədir? 4, C neçə oldu? 5, 5. 12 böl 5. 5, Bu da bize verir. 2 tam 10'da 4. Yani Y variantı. Hı. Aydın oldu. Baxaq 5'ə. Baxaq 5'ə. Perimetr 28 olan ABCD düzbucaqlısında AB 6'dır. Deməli AB 6'dırsa CD də olur 6. 6. Düzdürmü? Bucaq BAM MAC-yə bərabərdir. BAM MA. Deməli bu tən böləndir. Yəni bura alfadırsa, burada alfadır. Düzmü oğlum? Bizdən MC-nin uzunluğunu istəyir. Gəl baxaq. Perimetr 28-dir. Perimetr necə tapılır? 2 vurulsun. A üstə gəl B 28-dir. Deməli A üstə gəl B neçədir? 28. 2-yə vurub 28 olur. 28, 2. Aha, 10'dur. Düzdür. A 6'dır. A 6'dırsa B'yə nə qalır? 8, B'yə qalır 8. Deməli bu da oldu 8. 8. İndi mənim sualıma cavab ver. Bu bax burada düzbucaqlı üçbucağı görürsən, söhbət Hı hı. ACD üçbucağından gedir. Bax A, C, D. Bu 6, bu 8. Pifagor tətbiq eləyəkmi? Pifagor nə deyirdi? A kvadratı üstə gəl. B kvadratı bərabərdir C kvadratı. Tətbiq elə oğlum. 6'nın kvadratı 6'nın kvadratı cəld. 36, Aha, 36 üstə gəl B kvadratı. 64, 64 bərabərdir C kvadratı, yəni 100-ə. C kvadratı 100-dürsə C neçə olur? Hı? C neçə olur? 10. 10. Əla. Deməli bura 10'dur. Düzdür? Bura 8-dirsə bizdən MC-ni soruşur. Bax bu hissə 8-dir. MC-yə yazsam X, onda BM-ə yazaram 8 çıx X. Düzdürmü? Bizim də tənbələnin xassəsi var axı, mütənasibli hissələrə bölünür. Yəni 6'nın 6 tərəfdə duran hissə 6'nın və 6. 8 çıx X-a nisbəti burada neçə durur? Bax söhbət bu yaşıl üçbucaqdan gedir. Bax ağlım, bax bunu görürsən ABC. Bu yaşıl üçbucağı görürsən. Ay sağ ol. Yəni tərəflərin 6'nın 8 çıx X-a nisbəti 10'un X-a nisbəti. İndi çərpəz vuraq. 6x, Aha, bərabərdir. Sən. Rəngi dəyişmə yazı görürsün. Aha, 6x bərabərdir. 80, 80 çıx 10x. Mənfi 10x digər tərəfə keçir. Olur 6x üstə gəl 10x. Toplasaq 16, 16x bərabərdir 80. X də bərabərdir 5. Düzgün cavab 5-ci testimizdə A Beş. variant. Tamam. Aydın oldu. Dəqiq. Digər variantları yaza biləcəksən. Çalış, tətbiq etməyi öyrən. Tətbiq etməyi öyrənsin, ardı gələcək. Yaxşı, əsas tətbiqdir. Perimetri 36 olan bərabər yanlı ABC üçbucağının O medianların kəşmə nöqtəsidir. AB BC-yə bərabərdir və 10'dur. Deməli AB 10, BC də 10. Bu da medianların kəşmə nöqtəsidir. Deməli median tərəfi yarı bölür. Hər tərəfə nə düşür ağlına? Hadi abi 5, 5. Aa, bu 5, bu da 5. Median tərəfi yarı bölür. Bəs perimetr 36'dırsa, onda gəl buranın uzunluğu neçədir? Yəni 10, üstə gəl 10, üstə gəl. Tax ki, bura olsun x. Bərabərdir 36. Düzdür? Hesablayaq. 20 üstə gəl x 36'dırsa, x-ə nə qalır? Aha, 20 çıxırıq. Əla, 16. Deməli, bura 16'dırsa və bu da bərabər yanlış bucaq olduğu üçün biz bilirik ki, bərabər yanlış bucaqda bu təpədən çəkilən BH, bu deyir ki, bu medianların kəsmə nöqtəsidir. Amma mən bilirəm ki, üçbucaq bərabər yanlı olduğu üçün bu təpədən çəkilən BH həm mediandır, həm hündürlükdür, həm böləndir. Düzdür? Bizdən OK-nı soruşur. Aha, yenə gəl tətbiq eləyək. Biz əgər 16'nı yarı bölsək, bura 8, bura da bizə verir 8. Düzdür? İndi gəl davam eləyək. İndi ağıllım, əgər bu hissə 10, bu hissə 8. Bax, bu qırmızı üçbucağı görürsən, bu qırmızı üçbucaq. Hə, ABH üçbucağı, düzbucaqlı üçbucaq oldu. Buradan BH-ı tapa bilərikmi? Ya, Aha. Necə tapaq? Ondan soruşuram. Necə tapaq ağlım bir düşün. Bax, düzbucaqlı üçbucaqdır da, Pifagor. Bu 10, bu da 8. Bura x yazsam necə taparıq? 10 kvadrat. Aha, çıx 8'in kvadratı düzdür. 100, 100 çıx 64, 36. Deməli x neçə oldu? 36.
36 da nəyin kvadratıdır? Altı. 6'nın. Bu hissəni tapdıq ki 6'dır. Və biz də bilirik ki bu hansı nisbətdə bölünür? Necə? Hansı nisbətdə bölünür? Medianayı kəsmə nöqtəsində hansı nisbətdə bölünür? Yani. Aha, Şurada. 2'nin 1'ə nisbətində bölünür, düzdürmü? Onda gəl buraya yazsam ki, bu hissə 2K'dır. Bura 1K'dır. Onda BH neçə K oldu? 3 var. 3K da bərabərdir 6. Onda K'ya nə düşür? 3. 3. Aha, 6'nı 3'ə böləndə 2. 2. Əla. Deməli, bura 2-dirsə, bu hissə, daha doğrusu K 2-dirsə, yuxarısı neçə olur? 4. Səhv yazdım deyəm. Deməli, bu hissə bizə verdi 4. Bu da bizə verdi 2. Əla. İndi buradan gör bu üçbucaq, mavi üçbucağı görürsən, bu da düzbucaqlı üçbucaqdır. Düzdür ağılım. Bax bura. Tapa bilərikmi buranı? Və aşağıda yenidən çəkirəm. Düzbucaqlı üçbucaqdır. Bura 2'dir. Bura 8'dir. Bura S yazıb. Pifaqor tətbiq eləyə bilərikmi? Aha, 64 üstə gəl 4, 68. S kvadrat 68 ise S kök 68'dir. Bunu da bilsə necə yazaq? 4 vur 17. 4 vur 17 bizə nə verir? 4'dən kök çıxır. 4'ten kök 2. 2 kök 17. Düzdürmü? Bura 2 kök 17'dirsə, bax bu hissə. Axı biz də bilirik ki, 2'nin 1'ə nisbətində bölünür. Bu 2 kök 17'dirsə, OK hissəsi bu hissənin yarısına bərabərdir. Kök 17. 2 kök 17 bölünsün 2'yə. 2'lər ixtisar gedir. Cavab olur kök 17. Başa düşdük? Təkrar deyirəm uşaqlar. Daha düzbucaqlı üçbucaq alındı. Onu özü verib. Perimetrə görə 16'nı biz tapdıq. Yarı böldük 8, 8. Düzdür? Daha sonra isə bir dəfə ABH düzbucaqlı üçbucağından istifadə elədik. Daha sonra isə AOH düzbucaqlı üçbucağından istifadə elədik. AO'nu tapdıq. Daha sonra onu yarı bölüb OK'nı tapdıq. Yəni düzgün cavab oldu 6-cı testimizdə. B variantı. Sonra devam edelim. Bu qılmışıq. 7-ci testə baxırıq. Deyir ki, ABC düzbucaqlı üçbucağında ASB 90 dərəcədir. CD AB-yə perpendikulyardır. Yəni demək istəyir ki, bu bərabər düzbucaqlı üçbucaqda təpədən çəkilən hündürlükdür. Təpədən çəkilən hündürlük. BC 6'dır. AB bu hissə. AB 12'dir. Bizdən AD-ni istəyir. AD yəni bura oldu X. Bura oldu H. Düzdür mü? X yazmıyor. Hatta M'in yazaq. Hazır düsturlar yadımıza düşdüm. Bura A yazsaq. Bura B yazsaq. Bura M. Bura M. Bu da bizim S'dir. Düzdür. İndi BS'ni verib 6'dır. AB'ni verib 12'dir. AD hissəni sortur. AD hissəni. Necə tapaq? Gəl birinci Pifaqor tətbiq eləyək ağılım. Bax. Bura A'dır. Bura 6'dır. Bura 12'dir. Düzdür mü? Gəl əvvəlcə Pifaqorla A'nı tapaq. Sonra M'i taparıq. 36. Aha, A kvadrat üstə gəl 36 bərabərdir. 12'nin kvadratı 144. Düzdür? 144'dən 36 çıxsa 108. 108'i də kök altından çıxarsa 36 vur 3 yazsaq kökdən nə çıxır? Kökten 3. 36. 36'dan da kök çıxır. 6 kök 3. Yazdım bura 6 kök 3. Düzdür. Bizdən M istəyir. Düsturumuz hansıydı? Dedim ki, yadınızda saxlayın. 3 dənə düsturumuz var. A kvadratı bərabərdir M vur S. B kvadratı bərabərdir M vur S. H kvadratı da bərabərdir M vur N. Bizdən M istəyirsə, deməli hansı düstur tətbiq etməliyik? Bunu. Düzdür. Yazaq. A kvadrat bərabərdir M vurulsun S. A'mız neçə oldu? 6 kök 3. Zaten A kvadratımız burada var. A kvadratı neçədir? 108 bərabərdir. M vurulsun. S'miz neçədir? Özü verir. 12. M'i tapmaq üçün 108'i bölürəm 9'a. 108 böl 9 bizə verir. 12 cavablarda yoxdur axı. 9'a yox. 12'ye. 12'ye niyə tərsinə yazdım? Mən 9'u hardan alıb yazdım? 108 böl 12. M də bərabərdir. 108 böl 12. Bərabərdir 9. Düzgün cavabımız oldu. D variantı. Başa düşdük. Gəldik 8-ci testimizə. Yenə ABC düzbucaqlı üçbucaqdır və düzbucaqlı üçbucaqda
Bu ASB 90 dərəcədir. CD AB-yə perpendikulyardır, yəni təpədən çəkilmiş hündürlükdür. AC-miz 6-dır. BC-miz 8-dir. Bizdən CD çıx AD fərqini istəyir. Yəni bura H olsa, bura M yazsaq, bura N yazsaq, bu da bizim hipotenuzumuz olsa CD, yəni H çıxılsın AD. M istəyir. Düzdürmü? İndi yaza-yaza gedək. Mənə əvvəlcə birinci sualıma cavab ver. 6, 8. C-ni tapa bilərikmi hipotenuzda? Hipotenuz neçə olacaq? Əslində bunları şifahi bilməliyik. Biraz tez Murad, biraz tez. Aha. H kvadratı 10 olacaq. düzdür. Aferin. 36, 64. Şifahi bilməlisiniz. 100, 100-dən də kök çıxır 10. S-i tapdıq ki 10'dur. Sonra hansı düsturlarımız var? İndi de görüm. A kvadratı bərabərdir. M vur C. Düzdür. A'mız var. M'i tapırıq. C'miz də var. A'nın kvadratı. 10 kvadratı. A buradır bax. Aha. A bura. B də bura. 36. Aha, 36 bərabərdir. M vurulsun C-yə. C də 10'dur. Deməli, M bərabərdir. 36 bölünsün 10. O da bizə verir 3,6. İndi B kvadratı da bərabərdir. N vur C. N. İndi gəl tapaq onu da. Yenə B'miz neçədir? 8. 64 bərabərdir. M vurulsun. C də 10. N'ı da taparıq. 64 böl 10. 6,4. Düzüm. Gəl yazaq bura qiymətlərini. Bura oldu 3,6. Bura oldu 6,4. İndi üçüncü düstura gəlirik Murad. H kvadratı bərabərdir. M vurulsun N. Düzdürmü? Yəni H bərabərdir. Kök altında M vur N. Gəl M'in qiymətini yazaq. 36, 3,6 yazaq. 36 vur 0,1. Çünki 3,6-dan kök çıxmayacaq. Onda 6,4'ü necə yazım? 60. Aha, vur 0,1. Super. 36'dan kök nə çıxır? 6. 6. 64'ten kök nə çıxır? 8. 8. 0,1'lərdən də elə 0,1. 6 vur 8. 48. Bu da bizə verir 4,8. Deməli, H oldu. Bax, H-ı tapdıq. 4,8 çıxılsın. M-i neçə tapdıq? 3,6. 4,8'dən də 3,6 çıxsaq, cavabımız olur 1,2. Aydın oldu. Yenə həmənki 3 düstur. A kvadratı, B kvadratı və H kvadratı. Həmən 3 düsturun tətbiqi və əlbəttə ki, Pifaqor teoremi. Baxaq mı 9-cu suala? Biraz şəkli böyüdək. Yenə şəkil üstündə işləyəyim. Dedə qoy kənarda yerimiz qalsın, yazmadı. Aha. 9. Perimetri 27 olan ABS üçbucağının BM təmbülən çəkilmişdir. AB 8'dir, BC 10'dur. AM-i tapın. Deməli, ağılım. Tutaq ki, mən buraya yazsam, bir dənə, nə bilim, X. Üçünün cəmi neçədir? 27. Yazaq. 8, üstə gəl 10, üstə gəl X bərabərdir 27. Tənliyi həll edək. 18 üstə gəl X bərabərdir 27. 27'dən 18 çıxsa, tez düşün, tez düşün. 9. Bura oldu 9. İndi mənə qulaq as. Bu məndən AM istəyir, düzdür? Yəni, tutaq ki, mən bura bir A yazsam, bura 9'da axı, onda MC-yə nə qalır? 9 çıx A. Və təmbölənin xassəsinə görə bu tərəf həmin hissə ilə mütənasib hissələrə bölünür. Onda nisbəti necə qururum? 8'in A-ya nisbəti bərabərdir 10'un 9. çıx A-ya. İndi çarpaz həll eləyəkmi? Tez. 8'i vururuq. 72. Çıx 8A bərabərdir 10A. 10A üstə gəl 8A. 18A bərabərdir 72. A-mız neçə olur? 72. 18. Aha, 72 bölü 18 bizə nə verir? 4. 4. Deməli, A oldu 4. Zaten bu da bizdən AM, yəni A-nı soruşur. A bərabərdir 4. Aydın oldu. Dəqiq. Və 10-cu testimiz uyğunluğu müəyyən edin. Deyir ki, B-də təmböləndir. Daha sonra, birinci, əgər B-də təmbölən olarsa, bir dəfə təmbölən kimi baxırıq, bir dəfə median kimi baxırıq, bir dəfə də hündürlük kimi baxırıq. Düzdür? Deməli, birinci baxaq, bizdən nə istəyir? Əgər təmbölən olarsa, məsələn, bura X yazsam, burada X yaza bilərəm. Düzdürmü? Bu təmböləndirsə, neyniyir onda? Bax, bura alfadırsa, burada bizə verir alfa, əla. Təmbölənin xassəsinə görə bu
Tənbölənin xassəsində nə deyilir dağılım? Tek çəkin bax, tənbölən kimi bax. Eyni şəklin üstündə verməyəyəm. Bax, buna tənbölən kimi bax. Düzdürmü? Tənbölən də bilirik ki, bucağı yarı bölür. A, B, C, D. Yəni tənbölənə görə mütənasib bundan qabaqkında necə elədik? A, B-nin nəyə nisbəti? Bax, bu tərəfin nəyə nisbəti? AD-yə AD-yə. bərabərdir. Bəs B, BC-nin Ah. BC-yə. BC-nin DC-yə. Var mı elə bir cavab? Var. 1-ə gedir B. B. Başa düşdük? Bu, əgər tənbölən olarsa. İndi 2-yə baxaq. 2-də deyir, hündürlükdür. Əgər hündürlükdürsə, biz bilirik ki, istənilən üçbucağın sahəsi necə tapılır? Tərəf, məsələn, bura A-dırsa, burada H-dırsa, S bərabərdir 2-də 1, A vurulsun H. Düzdür? İndi həmən düstur kimi baxaq. A, B, C, D. Buna hündürlük kimi baxsaq, S bərabərdir 2-də 1. Tərəf nədir burada? AC. AC. Tərəfə çəkilən hündürlük nədir? B'dir. B'dir. Var mı elə bir variantımız? D variantı. İkinci testimiz oldu. İkinci variantımız D. Gəldik üçüncüyə. Əgər median olarsa, deməli, biz bilirik ki, median olarsa, bax, zaten bu göstərir ki, bu mediandır. Nədən bilirik? Bu tərəf bu tərəfə bərabərdir. Düzdür? O zaman bu da median olarsa, onda belə çıxır ki, medianlar kəsir-kəsmə nöqtəsində hansı nisbətlə bölünür? Bayaqda neçə dəfə demişik? 2-nin 1-ə nisbətində bölünür. Ona görə də burayı qulaq as. BO-ya yazsam 2K, OD-yə yazıram 1K. Düzdür? Yəni onda A variantına bax. BO neçədir? 2K. BD-yə nisbəti. Buradan bura neçə K olur Murad? Bax, buradan bura. Yuxarı 2K, aşağı 1K. Cəmi neçə K olur? 3K-ya nisbəti. K-lar ixtisar gedir. Doğrudan da 2-nin 3-ə. Deməli, üçüncüyə bir gedir A variantımız. Və median olarsa, əgər bu mediandırsa, düzdürmü? Buranı yarı bölməlidir axı. O zaman, yəni bu hissə bu hissəyə bərabər olmalıdır. AD DC-yə bərabərdir. 3-ə də gedir. A və Y. Yenidən deyək. Tənbölən olanda 1B, 2D, 3-ə oldu. A və Y. Aydın oldu. Bu bizim A variantı. İndi burada videonu bitirirəm. Buna baxırsınız. Tətbiq edə, yəni deməyin ki, özümüz tətbiq edə bilmirik axı, siz izah verəndən sonra yaza bilirsiniz, eybi yox, o da bir şeydir. Əsas odur ki, müəyyən müddətdən sonra mən istiqamət vermədən özünüz yazmağı öyrənəcəksiniz. Oldu uşaqlar, oldu mu? Uğurlar uşaqlar, amma videoya baxın.